Hamıya salam, YouTube kanalıma xoş gəlmisiniz. Bugün sizinlə birlikdə sobada çox dadlı kartof zapekankası hazırlayacağıq. İlk öncə soğanla kartofu soyuruq və kartofu belə halqalı formada mən doğrayıram. Kartofu çalışın belə nazik formada doğrayın ki, sobada yaxşı pişsin. İlk öncə zapekankanın sousunu hazırlayıram. Bunun üçün 2 dənə yumurtanı sındırıram. Daha sonra qaymaq əlavə edib, duz üstə əlavə edib qarışdırıram. Yumurtanı əlavə edirəm ki, bizim sousumuz daha duru olsun. Yəni su kimi zapekankamız axmasın deyə. Mən bu reseptdə sinə əti istifadə edirəm, amma siz toyuqda və yaxud da ki, mal əti də istifadə edə bilərsiniz. Sinə ətini mən xırda-xırda kubik şəklində doğrayıram ki, sobada bizdə hamısı bərabər şəkildə pişsin. Soğanı mən marinad üçün sinənin üstünə əlavə edəcəm. Ona görə də soğanımızı polokoz şəklində belə doğrayırıq və sinənin üstünə əlavə edirik. Və istədiyiniz hər hansı bir ədviyyatı da əlavə edə bilərsiniz. Məndə bu qırmızı pul biber, qara istiot, duz və axırda sarımsaq əlavə etdim. Gördüyünüz şəkildə mən hamısını belə sıxıram ki, qəşəng marinad olsun. İstəsəz belə də saxlaya bilərsiniz, amma mən mayonez çox sevirəm. Çünki mayonez olanda daha yumuşaq olur ət. Ona görə mən mayonez də əlavə edirəm və qarışdırıram. Məndə sveji pomidor olmadığına görə mən bankadan belə təmizlənmiş, soyudulmuş pomidorları doğrayıb zapekankanın içinə əlavə edəcəm. Sobanı hazırlayıram. 180 dərəcəyə qoyuram ki, qızsın. Daha sonra 100-ə indirəcəm. Birinci sıra mütləq kartuşka gedir. Kartuşkanı gördüyünüz kimi düzürəm və kartuşkanın üstünə sinə ətimizi əlavə edəcəm. Daha sonra 3-cü sıramız yenə kartuşka və kartuşkanın üstündə düzəltdiyimiz sousu da dökürük üstünə. Pomidorları da düzüb yerləşdirirəm sobaya. Sobada hamısı bişənə kimi mən hallan pendirini törkadan keçirdirəm və hazır saxlayıram. Zapekankamızı 30 dəqiqə ərzində sobada saxlayıram. Daha sonra kartuşkamız biraz yumuşaq olan kimi pendirimizi əlavə edirik. Və sobada 5 dəqiqə saxlayıb pendir əriyəndən sonra götürürük. Bu resept həm çox sadədir, həm də inanılmaz ləzzətlidir. Ailəniz mütləq bəyənəcək. Takip atmağı və like etməyi unutmayın.